Çaldıran döyüşündə Şah İsmayıl döyüşün ən mərkəzi nöqtələrində vuruşurdu. Bunun əksinə, Osmanlı Sultanı Yavuz Sultan Səlim təpədən döyüşü izləyirdi və hətta Şah İsmayılın döyüş cəsarətini, manevrlərini də diqqətlə nəzər yetirirdi. Döyüş başlamamışdan öncə Şah İsmayıl Yavuz Səlimə təkə-tək vuruşmağını təklif etmiş və beləcə döyüşün aqibətini bununla sona yetməsini təklif etmişdi. Lakin Yavuz Səlim bu təklifi rədd etmiş və özünün əvəzində o dönəmdə Osmanlıda və Anadoluda güclü pəhləvan adı ilə tanınmış Malkacı oğlu Bali bəyi Şah İsmayılla vuruşmağa göndərdi. Şah İsmayıl Malkacı oğlunu yerindəcə dəf etdi və onu öldürdü. Yavuz bunu şahidi olduğu an çox qəzəbləndi və eyni zamanda qorxusunu gizlədə bilmədi. Artıq döyüşün qızğın vaxtında Şah İsmayıl Osmanlı toplarına doğru irəliləyirdi və hətta öz qılıncı ilə Osmanlı toplarından birinin lüləsini qırdı. Sultan Səlim döyüşdən sonra həmin qılıncın şah tərəfindən ona verilməsini elçilərinə bildirdi. Şah İsmayıl həmin qılıncı Osmanlı elçiləri ilə birlikdə sultana göndərdi. Sultan Səlim nə qədər cəhd etsə də bu qılıncla topun lüləsini kəsə bilmədi və şahın onu aldatdığını, bu istədiyi qılınc olmadığını dedi. Şah İsmayıl bunu xəbər tutandan sonra məşhur cavabını belə demişdir: "Qılınc həmin qılıncdır. Qol o qol deyil."